ABD'nin hedefi yani İran'a yapılan hava harekatlarındaki hedefi rejim değiştirmekken İsrail'in temel hedefi İran devlet sistemini tam anlamıyla çökertmekti. İki farklı politika var burada. ABŞ-İsrail cütlüyü hər nə qədər birlikdə hərəkət etsələr də, hədəflər baxımından İsrail fərqli mövqedən çıxış edir. Yəni biz əgər siyasi ritorikalarına baxsaq, ballistik raketlərlə bağlı, nüvə proqramı ilə bağlı, rejimin özü ilə bağlı hər şey eyni görünür Vaşinqton-Tel Aviv xəttində. Əslində isə İsraildən fərqli olaraq Vaşinqtonun arzusu budur ki, rejim dəyişmədən əgər qalırsa, o zaman rejimin başında Çin və Rusiya ilə yox, məhz Vaşinqtonla tərəfdaş olan bir fiqur dursun. Lakin Yahudi dövləti əslində məsələyə daha maksimalist və daha fundamentalist yanaşır. Yəni deyərdim ki, ümumiyyətlə İranın neytrallaşdırılmasını istəyirlər, Molla rejimini qətiyyən istəmirlər və əgər buna müqavimət varsa, lazım gələrsə İran bölünənə qədər bu müharibə davam eləsin. Əgər yəni fasiləsiz davam etdirmək bunu mümkün deyilsə, o zaman mərhələli şəkildə. Amma bu olsun nihayətində. İsrailliler açısından rejim değişikliği yani harekat başlamadan önce Mossad'ın yazmış olduğu raporlarda kamuoyuna yansıyan bilgilere göre olası bir hava harekatıyla birlikte lider kadroların öldürülmesiyle bir halk ayaklanmasının başlayacağına yönelik değerlendirmeler vardı. Görünür ki, hər şeyi hesablayırlar, amma daxildə rejimin bu cür insanlarla, cəmiyyətlə birgə hərəkət etmə ehtimalını hesablamırlar. Rejim niyə hələ ki ayaq üstə çökməyibdir? Bunun arxasında duran birinci səbəb hesab edirəm ki, rejim digər rejimlərdən, yəni deyək ki, İraqda, Suriyada, Liviyada və digərlərinə fərqli olaraq generalların hamısını satın ala bilmədilər. Bu bir. Və öldürülənlərin yerinə artıq əvvəlcədən təyin olunmuş şəxslər var. Yəni bu ölərsə digəri, təyin olunur, o ölərsə digəri. Bu ikinci məsələ və rejimi idarə edən güclər qoyub qaçmadılar kənara. Və ölür, yerinə yenisi qoyulur, ölür, yerinə yenisi qoyulur. Bax, bunu hesablaya bilmədilər və cəmaət də, yəni cəmiyyət də, İran cəmiyyəti görəndə ki, artıq hakimiyyət idarə etmə mexanizmində maşınında olan şəxslər davamlı olaraq hakimiyyətin qorunub saxlanmasını həyata keçirə bilirlər. O zaman artıq belə deyək ki, bir konsolidasiya formalaşmağa başladı. Yəni bu tərəfini görünür ki, nə Mossad, nə də CIA hesablaya bilməyibdi və bu dərəcədə müqavimətin olacağını gözləməyibdi. O baxımdan düşünürəm ki, indiki halda həm Amerika Birləşmiş Ştatları, həm İsrail əslində hesab edirlər ki, bəlkə də 1-2-3 günə, uzaq bir həftə, 10 günə artıq rejimi çökdürə biləcək. Rejim ayaqda qalmasının bir səbəbi daxildə cəmiyyətin də mövcud teokratik rejimin dəstək verilməsi oldu. Bir. İkinci, rejimin özünü fəsh etməməsi oldu. Amerikalılar gerilimi daha fazla tırmandırmadan Hürmüz Boğazı'nın kapatılması dünya enerji piyasaları açısından ciddi bir risk teşkil ettiği için Amerikalılar İran'ın kritik enerji ve elektrik altyapısına saldırmadan müzakere yapacaklar gibi görünüyor. Benim öngörüm şu şekilde. İran'da Molla yani dini rehberin varlığını elbette devam ettirecek ama sembolik gücünün olduğu ve devrim muhafızlarının devlet içerisinde çok daha güç kazandığı yeni bir İran devletiyle karşı karşıya kalacağız. Yani kısa vadede İran'da askeri harekatla birlikte bir rejim değişikliği düşük bir olasılık, kara harekatını da düşük bir olasılık olarak görüyorum. 2,5 yıl arasında bu savaşın tahribatı ve maliyetiyle ilgili İran toplumu kendi içerisinde muhasebe yapmaya başladığı zaman
İran'da değişim dalgası ortaya çıkacaktır. Düşünürəm ki, burada müharibənin daha da uzanmasında maraqlı olan tərəf daha çox İsrail ola bilər. Ancaq beynəlxalq təzyiq fonunda, xüsusən də tək başına, yəni Vaşinqtonun dəstəyi olmadan İrana qarşı fasiləsiz və uzun müddətli hərbi əməliyyatlar həyata keçirmək qeyri-realdır. Ona görə də mümkün iki ssenarini dəyərləndirirəm. Birincisi, İsrail müharibəni davam etdirmək üçün Vaşinqtonun da dəstəyi ilə hansısa bir legitim əsas yaratmalıdır. Məsələn, Yəməndəki Şiə Husiləri bombalayar və beləliklə növbəti bir boğaz böhranı yaradar. Söhbət Babül-Məndəb boğazından gedir. Çünki təbii ki, orada Husilərin bir reaksiyası olacaq və İranın cavab həmlələri, Husilərə dəstəyi, yəni hər iki cəbhədə nəticədə hərbi əməliyyatlar legitimləşdirilə bilər. Paralelində isə Pentaqonun Xərq adası və ya Hörmüz boğazı istiqamətində quru əməliyyatları həyata keçirməsi ki, bütün bunlar müharibənin bir müddət daha uzanmasına gətirib çıxara bilər. İkinci ssenari isə hansı ki, mən bunu çox daha real görürəm. Deməli, Vaşinqtonla Tehran arasında aprelin ilk həftəsinə qədər və ya ilk həftəsində müəyyən razılaşmalar əldə olunar və müharibə dayandırılar aprelin ortasına qədər.